Qafqazın Xirosiması Ağdamdan erməni faşizminin izləri necə silinir? Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək. Qarabağda bayram ovqatı davam edir. Gözəl bir kəndə gəlirlər, xoş gəlirlər. Bu kənddə onlara gözəl günlər arzulayırıq. Bəs Zəfər paytaxtı Şuşa tarix və müasirlik vəhdətində yenidən necə qurulur? This year's theme was Rethinking World Order, turning challenges into opportunities. Kəskin ziddiyyətlərlə üzləşən dünya nizamında Azərbaycanın çağırışları qlobal miqyasda niyə böyük maraq doğurur? Unfortunately, the number of conflicts is growing, and if you look at those which have been resolved, we can only see it here, in Karabakh. Ziceng, հետո էլի պիտի զիջենք, հետո էլի պիտի զիջենք, հետո էլի պիտի զիջենք, հետո էլի պիտի զիջենք, հետո էլի պիտի զիջենք։ Bəs geopolitik müstəmləkəyə çevrilən İrəvan havadarlarının çirkin ssenariləri ilə nə kimi təhlükələrlə üz-üzə qalıb? Türkiyədə Iğdır və Qarsın tən ortasında yerləşən Halıqışla kəndindəyik. Qərbi Azərbaycana qayıdış həsrəti ilə Türkiyədə yaşayan soydaşlarımızın vətən miskili. Sınırın hemen öbür tarafı Ermənistan, bu taraf Kars. Gümrüyə bağlı Oxçoğlu köyündən gəlir. Azərbaycan ora bizim için hasret, özlemek, özlem. ASTV komandasının Qərbi Azərbaycandan əldə etdiyi növbəti eksklüziv görüntülər. Vətən müharibəsi zamanı bura sığınacaq kimi istifadə olunub, amma əsas məsələ lap içəridədir. Deportasiya dəhşətlərinin davamı, Azərbaycanlılar 30 illik işğal zamanı Xankəndi həbsxanalarında hansı işgəncələrə məruz qaldı? Tünelin elə davamı da var. Türkiyədə mövcud vəziyyətdən sui-istifadə, yaxud qərb dezinformasiya maşını Ankaranın üzərinə niyə çirkab yağdırır? Türkiye sokakta bulunmuş bir ülke değildir. Sokak terörüne de teslim edilmeyecektir. Qəza zolağında hərbi eskalasiyanın şiddəti niyə artır? Həmas bizim girovları azad etməkdən ısrarla imtina etdikcə ona qarşı təzyiqlərimiz daha da güclənəcək. Vaşinqton, Moskva, Kiyev üçbucağı Ər-Riyadda Qara Dəniz təşəbbüsü ilə yanaşı daha nələri müzakirə etdi? Onlar xüsusən böyük atom elektrik stansiyasına nəzarəti müzakirə ediblər. Bu və digər sualların cavabı həftə verilişində.